Salam əziz izləyicilər. Mən sizə paltaryon haqqında çox qısa bir məlumat verim xəbərdarlıq kimi. Əgər görsəniz ki, paltaryon çox yellənir, yerindən tərpənir. Ümumiyyətlə hiss olunur da, əvvəl sakit işləyirdi, sakitdə dururdu. İndi nəsə narahatdır. Bu ilk növbədə baxmaq lazımdır ki, onun ayaqlarının 4 ayağı var. Hər birinə eyni güc düşsün, möhkəm otursun, düz otursun polun üzərində. Onun düzlüyünü təmin edin. İkinci bir problem ola bilir, amortizatorla bağlı. Bax. Bu amortizatordur. Digərdə bu bir tərəfdədir. Əgər görə bilsəniz, o deyil. Bax, bağlanıb aşağıda boltla, yuxarıdan aşağıya doğru gəlir. 2 dənə amortizator var. Yuxarıda da 2 dənə yay var. Sallanıbdır o yaylardan. Bax, bunu gördünüz, bax, yay. Buna barmaq arası baxmayın. Çünki onu vaxtında düzəltdirməsəz daha böyük problemlər açacaq. Barabanın paçivniki də onda gücə düşür, xarab ola bilir. Hətta mən rast gəlmişəm, bax bu ballast daşları ki var, betondandır, onu da sındıra bilir, amma o çox bərk. Otaqda gəzən paltaryanlarda müşahidə olunur, daş da sınır. Daha çox xərzə düşmək olursunuz. Elə ki, gördünüz, yerlənir, narahatdır. Çalışın, özünüzü aradan qaldırın. Qaldıra bilmirsinizsə, usta çağırın. Amortizatorlara baxsın, düzgün yerləşdirsin polun üzərində və bununla siz xərcinizin az vaxtında probleminizi aradan qaldıra biləcəksiniz. Sağ olun, sağlıqla qalın.